Salam, hər vaxtınız xeyir olsun. Dövlət İmtahan Mərkəzinin 20 sınaq test toplusunun 11-ci sınağına baxaq. Çaylara aid xüsusiyyətləri müəyyən edək. Kolorado və Volqa çaylarına aid xüsusiyyətləri soruşur bizdən. İki ölkə ərazisinin keçiş şərti Koloradoya aid olar. Çünki o həm Amerika Birləşmiş Ştatlarından, həm də Meksika ərazisindən axır. Birinciyə 1. Birinciyə 1-in verilmədiyi variantları silirəm. Nəqliyyat əhəmiyyətlidir. Düzənlik çayı olan Volqaya aiddir. İkinciyə 2. Meyilli azdır şərti yenə düzənlik çayı olan Volqaya aiddir. İkinciyə 3. İkinciyə 3-ün verilmədiyi D variantını da silirəm. Dağ çaydır şərti Koloradoya aiddir. Birinciyə 4. Kanyonvari dərələr yaradır şərti Koloradoya aiddir. Birinciyə 5. Və aid olduğu regionun, yəni Şərqi Avropanın ən uzun çayıdır. Şərti də Volqa çayına aiddir. İkinciyə 6. Cavab C variantı. El-Venn diaqramına uyğun məddləri müəyyən edək. Şimal tropik xətti və cənub qütb dairəsindən söhbət gedir. Mülayim işğalma qurşağının cənub sərhəddidir şərti hər ikisinə aiddir. Belə ki, şimal tropik xətti şimal mülayim işğalma qurşağının cənub sərhəddidir. Cənub qütb dairəsi isə cənub mülayim işğalma qurşağının cənub sərhəddidir. Yəni üçüncüyə 1. B və D variantları silmək olar. Qış gündönümü günü, günorta vaxtı günəş şüası daha böyük bucaq altında düşür şərti cənub qütb dairəsinə aiddir. Çünki o cənub tropikinə daha yaxındır. İkinciyə 2. Deməli, C variantını da silmək olar. 1 dərəcəlik qövsün uzunluğu daha çoxdur şərti ekvatora daha yaxın olan paralellərə aid olar. Yəni, şimal tropikinə aiddir. Birinciyə 3. Deməli, Y variantı da ələnə bilər. 21 martda gecə ilə gündüzün uzunluğu eynidir. Bu, bütün hər yerə aiddir. 5-ci şərt ortaqdır. 4-cü şərti deməyi unutdum. Gecə ilə gündüzün növbələşməsi pozulur. Bu, qütb dairələrinə aiddir. Yəni, ikinciyə 4. Və 23 sentyabrda günəş cənub-qərbdə batır. Bu, günəşin ekvatorda olduğu vaxt günəşin olduğu enlikdən daha şimala aid olan ölkələrə, ərazilərə aiddir. Yəni, şimal tropikinə aiddir. Birinciyə 6. Cavab A variantı. Şəmkir su anbarı hansı relief vahidləri arasında yerləşir? Azərbaycan fiziki xəritəsinə baxsaq, görərik ki, Şəmkir su anbarı Gəncə Qazax düzüyü ilə Ceyrançöl alçaq dağlığı arasındadır. Yəni, cavab B variantı. Xəritə sxemdə rəqəmlərə əsasən geotermik pillənin daha böyük olduğu əraziləri və bunun səbəbini müəyyən edək. Bildiyimiz qədər, əgər geotermik pillə böyükdürsə, deməli, bu ərazi platformadır. Deməli, bizim platforma olan əraziləri seçməyimiz lazımdır. Bura 1 rəqəmi, 4 rəqəmi və 5 rəqəmi uyğun ola bilər. 1, 4, 5 platforma üzərində yerləşir, cavab Y variantı. Sxemdə təsvir olunan relief formasına aid əlamətlər. Kəsmə yüksəlinin dəqiq verilmədiyi bu tip sxemlərdə variantlara uyğun hərəkət eləməkdə fayda var. Baxaq birinci şərtə. Kəsmə hündürlüyü 200 metrdir. Əgər biz kəsmə yüksəlini 200 metr götürsək, daxili horizontal olacaq 800 metr və kənar horizontal olacaq 200 metr. Birinci şərt ödəndiyi təqdirdə ikinci şərtə baxaq. Dağın nisbi və mütləq hündürlükləri bir-birinə bərabərdir. Şərti alınmır. Belə ki, 957-dən 200 çıxsaq 757 qalır. Deməli, birinci və ikinci şərtlər bir yerdə ola bilməz. Y variantını eləmək olar. Kəsmə yüksəlinin 200 metr olma şərti ödənmədiyi üçün 6-cı şərtə baxaq. 6-cı şərtdə kəsmə yüksəlliyinin 300 metr olduğu göstərilir. Onda daxili horizontal olacaq 900 metr, kənar horizontal isə olacaq 0 metr. Belə olduğu təqdirdə dağın nisbi və mütləq hündürlükləri bir-birinə bərabər olur. Yəni, kəsmə yüksəlliyinin 300 metr olması dağın nisbi və mütləq hündürlüklərinin bir-birinə bərabər olmasına gətirib çıxardır. İkinci və 6-cı şərtlərin olmadığı variantları silirəm. Artıq baxaq 3 və 4-ə. Üçüncü şərtə baxaq. M və M məntəqələri arasında hündürlük fərqi 500 metr ola bilər. Əgər bu horizontal 300 metrdirsə, bizə verilən şərtə görə, deməli, buradan bura 300 metr, M və M məntəqələrinin hərəsinə də 100 metr, 100 metr
nisbi hündürlüyü fikirləşsək, deməli M və N nöqtələri arasında hündürlük fərqi 500 metr ola bilər. Üçüncü şərt nisbidir. Baxaq dördüncü şərtə. Cənub-qərb yamacı daha böyük meyilliyə malikdir. Şərti yanlışdır. Gördüyümüz qədərlə cənub-qərb yamacı daha kiçik meyilliyə malikdir. Deməli, dördüncü şərt yanlışdır. Cavabımız B variantı. Uyğunluğu müəyyən edək. Himalay dağları, Ant dağları, Böyük Suvari silsilə və Tian-Şan dağlarına aid olan xüsusiyyətləri istəyir. Dağ buzlaqlarına malik deyil şərti Böyük Suvari dağlarına aid olar. Deməli, üçüncüyə 1. Şimalında dünyanın ən hündür yaylası yerləşir şərti Himalay dağlarına aid olar. Belə ki, onun üzərində Tibet yaylası yerləşir. Dünyanın ən hündür sönmüş vulkanı burada. Yəni, söhbət Cimborasadan gedir. Ant dağlarındadır. İkinciyə 3. Və şərqində dünyanın qurunun ən dərin çökəklərindən biri yerləşir. Turfan çökəklindən söhbət gedir ki, Tian-Şanın şərqindədir. Dördüncüyə 4. Cavab D variantı. Xəritə sxemə əsasən doğru bəndi müəyyən edək. Birinci şərtdə neft verilib və neft araz boyu düzənliklərdə olmadığı üçün birinci şərtin verildiyi variantları silirəm. İkinci şərtdə polimetal doğru verilibdir. Üçüncü şərtdə dəmir filizi yanlış verilib. Deməli, üçüncü şərtin verildiyi variantları da silirik. Qalır 2, 5, 7, 10. Beşinci şərtdə dəmir filizi, 7-ci şərtdə neft və 10-cu şərtdə yenə neft şərtləri doğru verilib. Cavab A variantı. Sxemdə olan Y nöqtəsində havanın temperaturu müsbət 7,2 dərəcə olarsa, hansı nöqtədə müvafiq olaraq 1,8 və 22,2 dərəcə olar? Y nöqtəsinin 2500 metr hündürlükdə yerləşdiyini görürük. Yəni, Y məntəqəsi olsun 2500 metr hündürlükdə və temperatur Y məntəqəsində müsbət 7,2 dərəcədir. Temperaturun mənfi 1,8 dərəcə olması üçün onların arasında 9 dərəcə temperatur fərqi olmalıdır. 1000 metrə 6 dərəcədirsə, 9 dərəcəmiz 1500 metr eləyər. Və 2500-ün üstünə 1500 gəlsək, olacaq 4000 metr. Deməli, temperaturun mənfi 1,8 dərəcə olduğu məntəqə 4000 metr hündürlüyə malik olan B məntəqəsi olacaq. Digər məntəqənin temperaturu 22,2 dərəcədir. 22,2 dərəcə ilə müsbət 7,2 dərəcənin arasında 15 dərəcə var və 15 dərəcəmizin 2500 metr hündürlük olduğunu bilirik. Belə ki, 1000 metrə 6 dərəcədirsə, 2500 metrə 15 dərəcə olar. 2500 metrdən də 2500 çıxanda 0 olacaq. Deməli, N nöqtəsi. B və N cavab C variantı. Azərbaycanda ən geniş yayılan iqlim tipinə aid olmayan əlamətlər. Bilirik ki, Azərbaycanda ən çox yayılan iqlim tipi qışı mülayim keçən yarımsəhərə quru çöl iqlimidir. Aqroiqlim ehtiyatları boldur, yayıldığı ərazidə məhsuldar torpaqlar yayılıb şərti yanlışdır. Belə ki, bu ərazilər yarımsəhərə quru çöl iqlim şəraitində boz-bozqonur torpaqlardır. Biri götürərik, birinin olmadığı variantları silirəm. Buxarlama qabiliyyəti və buxarlanma arasında fərq böyükdür. Şərqi quraq ərazilər üçün xas bir əlamətdir. İkinci şərt doğru olduğu üçün götürmürük. Bütün təbii coğrafi vilayətlərdə geniş yayılıb şərti, təbii ki, bütün təbii vilayətlərdə yarımsəhərə quru çöl iqlimi geniş yayılmayıb. Üçüncü şərti də götürərik. Düz radiasiyanın payı üstündür şərti doğrudur. Belə ki, Kürraz ovalında düz radiasiya üstündür. Əsasən 4-cü dövr, antropogen dövrün çökmə süxurlarının yayıldığı əraziləri əhatə edir şərti doğrudur. Ona görə də 5-ci şərtdə götürmürük və həm yay, həm də qış otlağı kimi istifadə edilə bilər. Şərti yanlışdır. Belə ki, bu ərazilər düzənlikdir və əsasən qış otlağıdır. Cavab B variantı. Xəritə sxemə əsasən doğru fikirləri müəyyən edək. 4 və 6 rəqəmləri ilə verilən ərazilərə baxaq. Qışı quraq keçən soyuq iqlim tipi, həqiqətən də 4 və 6 rəqəmləri ilə verilən ərazilərə baxsaq, iqlim tipləri xəritəsində bura qışı quraq keçən soyuq iqlim tipidir. Deməli, birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. 2 və 6 rəqəmləri. 6 rəqəmi
Yan silsiləyə 2 rəqəmi isə Qazax-Qarabağ zonasına, Qarabağ düzünə aiddir. Mövzuda yaşlı süxurlar üstünlük təşkil edir şərti 6-da olar, amma 2-də olmaz. Deməli, ikinci şərtin verildiyi variantda silirəm. 1 və 3 rəqəmlərlə verilən yerlərə baxaq. 1 Qanıq əyri çaydır, 3 isə Lənkəran ovalığı kimi götürmək olar. Kür tektonik çökməsində yerləşir şərti doğrudur. Bizə 3-cü şərt də lazımdır. Deməli, A variantını da silə bilərik. Artıq yalnızca 6-cı bəndə baxa bilərik. 4 və 5. 4 və 5 rəqəmləri 4 Gəncə fiziki coğrafi rayonunda, 5 isə Günüt Qapıcıq fiziki coğrafi rayonundadır. Filiz faydalı qazıntılara malikdir şərti doğrudur. Deməli, cavabımız C variantı. Exolot dənizin dibinə göndərilən səs dalğasını 8 sayından sonra qəbul etmişsə dərinliyi hesablayaq. Əgər exolotdan göndərilən səs siqnalı 8 saniyədən sonra geri qayıdırsa, deməli 4 saniyə gedib, 4 saniyədə qayıdıb. Deməli, biz bu bir dənə 4 saniyəni exolotun sürətinə, yəni 1500-ə vursaq cavabı alarıq, yəni 6000 metr. Azərbaycanda pambıqçılığın daha geniş yayıldığı düzənliklər. Bu, Qanıq əyri çay deyil. Birinci şərtin verildiyi variantları silirəm. Şirvan düzü ola bilər, Qarabağ düzü ola bilər və Muğan düzü ola bilər. Cavab Y variantı. Sxemə əsasən Böyük Qafqaz dağlarında müvafiq olaraq A, C, D məntəqələrində yaranan landşaftları müəyyən edək. A məntəqəsi 4000 metr hündürlükdə olduğuna görə burada nival buzlaq ola bilər. Nival və ya buzlaq, nival buzlaq. C məntəqəsi 2000 metr hündürlükdə yerləşdiyinə görə 1800-2000 metr ərazilərdə dağ çəmən olar. Subalp və ya alp çəmənliyi, subalp və ya alp çəmənliyi və D məntəqəsində isə 700 metrdən 2000 metrə qədər hündürlüyə malik olan dağ meşə landşaftı ola bilər. Yəni burada A variantından söhbət gedir. Əhalinin təbii artımının ikinci tipinə aid olan ölkələr üçün səciyyəvi əlamətlər. Bu ölkələr əsasən təbii artımının yüksək olduğu, inkişaf etməkdə olan ölkələrdir və bunlara aid xüsusiyyətlərə baxaq. İşçi qüvvəsinin çatışmaması təbii ki, bu mümkün deyil. Belə ki, bu ölkələrdə əhalinin artımı yüksək olduğuna görə işçi qüvvəsi də bol olur. Birinci şərtin verildiyi variantları silirəm. Deməli, ikinci şərt bizə lazımdır. Emigrantlar immigrantlardan üstün olur, yəni ölkədən gedənlər daha çox olur. İqtisadi fəal əhalinin əsasən təsərrüfatın 3-cü sektorunda çalışması olmaz təbii ki. Çünki 3-cü sektor xidmət sektorudur və xidmət sektoru əsasən inkişaf etmiş ölkələrdə olur. Deməli, 3-cü şərt də bizə lazım deyil. Demoqrafik partlayış mümkündür belə ölkələrdə. Yaşlı əhalinin payının çox olması inkişaf etmiş ölkələrə aid olur və yalançı urbanizasiya xasdır. Söhbət burada gecə qondulardan, bidonvildən və ya favelalardan söhbət gedə bilər. Cavab D variantı. İnkişaf etmiş ölkələrdə baş verən demoqrafik proseslərin məntiqi ardıcıllığı. Əvvəlcə qadınların işə cəlb olunması götürülə bilər. Qadınlar işə cəlb olunursa, doğulanların sayı azalacaq. Doğulanların sayı azalanda işçi qüvvəsi çatışmayacaq. İşçi qüvvəsi çatışmayanda ölkəyə gələnlər, yəni immigrantların sayı artacaq və ölkəyə gələnlərin hesabına əhalinin milli tərkibi dəyişəcək. Cavab C variantı. Respublikamızda əhalinin sıxlığı hər kvadrat kilometrə 2 nəfərə artmışsa, əhalinin sayı neçə nəfər artar? Bilirik ki, ərazimiz 86600 kvadrat kilometrdir. Hər kvadrat kilometrə 2 nəfər artarsa, bu 173200 nəfər artış deməkdir. Cavab Y variantı. Xəritə sxemdə birinci və ikinci rəqəmlərlə verilən ölkələri, üçüncü və dördüncü rəqəmlərlə göstərilən ölkələrdən fərqləndirən əlamətlər. Birinci və ikinci rəqəmlərlə verilən ölkələr Qazaxıstan və Türkiyədir. Üçüncü və dördüncü rəqəmlərlə verilən ölkələr isə Özbəkistan və Qırğızstandır. Ərazisi 2 qitədə yerləşir şərti həm Türkiyə üçün, həm də Qazaxıstan üçün keçərlidir. Burada boğazlar vasitəsilə, burada isə Ural çayı vasitəsilə bu ölkələr 2 qitədə yerləşir. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm.
Birbaşa üçüncü şərtə baxa bilərik. Qara metallurgiyanın inkişafı üçün yerli xam mal bazasına Türkiyədə xromit, Qazaxstanda isə dəmir filizi var və kömür var. Deməli, üçüncü şərt də lazımdır. 4-ə baxaq. Çaylara həm daxili axarsız, həm də Dünya Okeanı hövzəsinə aiddir şərti. Təbii ki, hər iki ölkə üçün uyğundur. 5-ə baxaq. Yüngül sənaye məhsulları ixracatçılarıdır. Bu mövzuda Özbəkistandan fərqli bir xüsusiyyət deyil. Belə ki, Özbəkistan da pambıq parça və pambıq ixracatçısıdır. Deməli, cavab B variantı. Müvafiq olaraq Atlantik, Hind və Sakit Okean hövzələrində olan iri liman şəhərlərini müəyyən edək. Atlantik Okeanı hövzəsinə aid olan İstanbul doğrudur. Hind Okeanında Mumbai, Hindistanda doğrudur. Və Sakit Okeanda San Francisco, Amerika üçün doğrudur. Cavab A variantı. Xəritə sxemdə rəqəmlərlə göstərilmiş iqtisadi rayonlar üçün ümumi əlamətlər. Şəki Zaqatala, Qazax Tovuz və Şərqi Zəngəzur iqtisadi coğrafi rayonlarından söhbət gedir. Filiz faydalı qazıntılara malikdir. Hər üçündə filiz mənşəli faydalı qazıntılar var. Birinci şərtin verilmədiyi variantları silirəm. 3-ə baxa bilərik. Yay otlaqlarına malikdir. Hər üç iqtisadi coğrafi rayonda dağlıq ərazilər olduğuna görə yay otlaqları mövcuddur. 4-ə baxaq. 2 xarici ölkə ilə həmsərhəddir şərti də doğrudur. Şərqi Zəngəzur Ermənistan və İranla, Qazax Tovuz Ermənistan və Gürcüstanla, Şəki Zaqatala Gürcüstan və Rusiya ilə həmsərhəddir. Yəni cavab D variantı. Ölkənin ümumi milli məhsulunun dəyərinin ümumdaxili məhsuldan çox olmasının səbəbi bilirik ki, ümumi milli məhsul ölkənin daxilində və ölkədən xaricdə istehsal edilən milli məhsulun dəyəridir. Və bu məhsulun böyük hissəsini transmilli şirkətlər, yəni ölkənin xaricindəki milli şirkətlər hasil elədiyi halda ümumilli məhsulun dəyəri daha çox olur. Yəni burada ölkənin transmilli şirkətlərinin fəaliyyəti D variantı doğru cavabdır. Respublikamızda yüngül sənayenin inkişafını təmin edir. Ucuz xammal idxalı şərti olmaz. Belə ki, Azərbaycan özü pambıq ixracatçısıdır. Deməli, birinci şərtin verildiyi variantları silirəm. İşçi qüvvəsinin çox olması şərti isə doğru olar. Deməli, ikinci şərtin verilmədiyi variantda silirəm. 4-ə baxaq. Böyük həcmdə tələbat, təbii ki, yüngül sənayenin məhsullarına tələbat hər zaman böyük olur. Və 6. Geniş xammal bazası Azərbaycanda bunun üçün pambıq kimi xammal var. Cavab B variantı. Bir çox inkişaf etməkdə olan ölkələrdə əhalinin əsas hissəsi kənd təsərrüfatında çalışsa da, bu sahənin məhsullarının həm də idxal edilməsinə əsas səbəbi əmək ehtiyatlarının çatışmaması olmaz. Aqroiqlim və torpaq ehtiyatları çox zəif təmin olunma bütün ölkələrə aid olmaz. İdxal olunan məhsulun daha ucuz başa gəlməsi inkişaf etməkdə olan ölkələrə aid olmaz. İşçi qüvvəsinin sənaye sahələrində çalışmağa meyilli olması inkişaf etməkdə olan ölkələrə xas bir xüsusiyyət deyil. Kənd təsərrüfatının ekstensiv inkişafı və aşağı məhsuldarlıq isə bizə lazım olan cavabdır. Azərbaycanda avtomobil yollarının 35% və ya 5810 km Şəki Zaqatala, Lənkəran Astara və Quba Xaçmaz iqtisadi rayonlarının payına düşür. Digər iqtisadi rayonlarda olan avtomobil yollarının ümumi uzunluğunu hesablayaq. Əgər 5810 km 35%dirsə, neçə kilometrin 100% olduğunu tapaq. Ümumi yolların uzunluğu 16600 kilometrdir və əlimizdə olan yolların uzunluğunu bundan çıxsaq, 5810'u çıxsaq, cavab 10790 kilometr qalacaq. 10790. 10790. Xəritə sxemdə rəqəmlərlə verilən ərazilər üçün ümumi əlamətlər. Burada tropik xəttin keçdiyi və əsasən soyuq cərəyanların təsirindən səhra formalaşan bir rəqəmini,
Kanar cərəyanı keçir və böyük səhra formalaşır. 2 rəqəmi Qərbi Avstraliya cərəyanı keçir və Avstraliyan səhraları yaranır. 3 rəqəmi ilə Bengal cərəyanının keçdiyi və Namib səhrasının yarandığı ərazidir. 4 rəqəmi isə Peru cərəyanının keçdiyi və Atakama səhrasının yarandığı ərazilər verilib. Enin hava axınlarının üstünlüyü təşkil etməsi doğrudur. Havanın rütubət tutumu çox aşağıdır şərti yanlışdır. Bu soyuq havalara, rütubətli havalara aiddir. Buxarlanma qabiliyyəti ilə buxarlanma arasında fərqin böyük olması səhra ərazilərə aiddir. İllik temperatur amplitudunun sutkalıq amplitudundan böyük olması şərti yanlışdır. Havanın nisbi rütubəti və buxarlanma qabiliyyəti yüksəkdir şərti yanlışdır. Belə ki, burada nisbi rütubət aşağıdır. Soyuq okean cərəyanı təsiri altındadır şərti doğrudur. Cavab 1, 3, 6. Okean cərəyanlarına aid olmayan xüsusiyyətlər. Daimi küləklərin təsirindən yaranma şərti doğrudur. Suyun şaquli hərəkətli şərti isə yanlışdır. Suyun üfüqi hərəkətidir şərti doğrudur. Coğrafi enliklər arasında suyun temperaturunun və duzluğunun tənzimləyi şərti doğrudur. İstiqamətləri dəyişir şərti yanlışdır. Estuariyaların yaranmasına səbəb olurlar şərti isə doğrudur. Cavab 2, 5. Mənsəbi okean olan çayın mənbəyində atmosfer təzyiqi 520 mm civə sütunu, uzunluğu isə 3600 km-dir. Bu çay üçün səciyyəvi olan əlamətləri müəyyən edək. Əvvəlcə bu çayın verilən xüsusiyyətlərinə görə necə bir çay olduğunu tapaq. Əgər mənsəbi okean səviyyəsindədirsə, deməli təzyiq 760 mm-dir. Mənbəyində təzyiq 520 mm-dirsə, deməli o çayın mənbəyi ilə mənsəbi arasında təzyiq fərqi 240 mm-dir. 240 mm təzyiq fərqi isə 2400 metr hündürlük fərq eləyir. Yəni bu çayın düşməsi 2400 mm-dir. Çayın uzunluğu 3600 km olduğunu nəzərə alsaq, 2400-ü 3600-ə bölsək, təqribən 0,7 metr bölünsün kilometr meyillik yaranar və meyilliyi də vahiddən kiçik olan çaylar düzənlik çaylarıdır. İndi düzənlik çayına aid olan xüsusiyyətlərə baxaq. Akkumulyativ fəaliyyəti üstünlük təşkil edir şərti doğrudur. Dağ çaylarında denudasiya çox olar, düzənlik çaylarında isə akkumulyasiya. Nəqliyyat imkanları genişdir, düzənlik çaylarında nəqliyyat imkanları geniş olar. Dağ çaydır şərti yanlışdır. Aşağı axarında şəlalər yaradır şərti yanlışdır. U şəkilli yataq yaradır doğrudur, dərə yaradır. Mənbə ilə mənsəbi arasında temperatur fərqi 20 dərəcədən çoxdur şərti isə 2400 metr, bu 15 dərəcədən biraz azdır. 20 dərəcədən çox olması şərti yanlışdır. Cavab 1, 2, 5. Uyğunluğu müəyyən eləyək. Cənub-Qərbi Asiya, Cənub-Şərqi Asiya və Cənubi Asiya. Cənub-Qərbi Asiya İran körfəzi ətrafı və Türkiyəyə qədər olan ərazilərdir. Buraya biz Türkiyəni və Birləşmiş Ərəb Əmirliyini aid edə bilərik. Cənub-Şərqi Asiya Hindçin yarımadası zonasıdır. Buraya biz Taylandı əlavə edə bilərik və Cənubi Asiya isə Hindistan, Pakistan, Bangladeş, Bhutan kimi əraziləri götürə bilərik. Deməli, biz buraya Pakistan və Bangladeşi aid edə bilərik. Situasiya suallarına baxaq. Ot bitkilərinin üstünlük təşkil etdiyi təbii zonalar bir-birindən fərqli iqlim şəraitində formalaşmışdır və onlar müxtəlif adlarla adlandırılır. Bu təbii zonalarda pambıq, şəkər qamışı, şəkər çuğunduru, qəhvə, kartof, buğda və s. kənd təsərrüfatı bitkiləri yetişdirilir. Mətnə əsasən cədvəli tamamlayaq. Ot bitkilərinin bitə bildiyi subekvator iqlim qurşağında Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika və Avstraliyanın hamısında savanna zonasının adını qeyd eləmək olar. Savanna zonası qeyd eləmək olar. Tropik iqlim qurşağına gəldikdə, Avrasiyanın tropik iqlim qurşağı tropik səhralarla müşayiət olunur və orada ot bitkiləri bitməz. Deməli,
Buraya heç nə yazmırıq. Amma Şimali Amerikanın Mərkəzi Amerika zonasında yenə savanna olar. Cənubi Amerikada subekvator iqlim quşağının ətrafında tropiklə yanaşı yenə savanna zonasını götürmək olar. Afrikanın tropik iqlim quşağı ərazisində səhra və yarım səhralarda bir şey yaza bilmirik. Avstraliyanın tropik iqlim quşağında savanna və seyrək meşələr zonası mövcuddur. Subtropik iqlim quşağına gəldikdə isə Avrasiyada ot bitkilərinin bitdiyi yer çöldür. Çöl zonası Şimali Amerikada prairie adlanır. Cənubi Amerikada isə pampa adlanır. Afrikada subtropik iqlim quşağında colyarpaqlı meşə və kolluqlardır, bir şey yazmırıq. Avstraliyada isə subtropik iqlim quşağında yenə təbii zonalar xəritəsinə baxsaq, yenə savanna görünür. Mülayim iqlim quşağına gəldikdə Avrasiyanın mülayim iqlim quşağında ot bitkilərin bitdiyi yer yenə çöldür. Şimali Amerikada yenə prairiedir. Amma Cənubi Amerikanın mülayim iqlim quşağı zonası nisbətən cənubdadır və soyuq cəryanların təsirindən burada iqlim nisbətən sərtdir. Bura bir şey qeyd eləmirik. Afrikada mülayim iqlim quşağı yoxdur. Avstraliyada mülayim iqlim quşağı yoxdur. Mətnə əsasən müəyyən etdiyimiz təbii zonalara uyğun gələn məntəqələri müəyyən edək. Savanna zonası üçün burada 5 və 7-ni, savanna üçün 5 və 7-ni qeyd edə bilərik. Braziliya yaylası və Şərqi Afrika yaylasından biraz aşağıya. Çöl zonası üçün biz Şərqi Avropa düzənliyi və Qərbi Sibir düzənliyini götürə bilərik. 1, 2. Prairie zonası üçün Şimali Amerikada 3 rəqəmini götürə bilərik. Və Pampa zonası üçün Cənubi Amerikanın La Plata körfəzi zonasında 4 rəqəmini götürə bilərik. Mətndə yazılmış kənd təsərrüfatı bitkilərini təbii zonalara əsasən qruplaşdıraq. Hər biri zonaya aid bir nümunə yazaq. Savanna üçün şəkər qamışı, qəhvə, çöl zonası üçün şəkər çuğunduru, buğda, kartof. Prairie zonası üçün buğda, kartof və pampa zonası üçün əsasən buğda bitkisini qeyd eləmək olar. Hər kəsə uğurlar.